Bugünkü dərsimiz olacaq tam cəbri ifadələr. Birinci başlayaq. A üstündə n şəklində olan ifadədə A-ya deyirlər əsas, n-ə isə deyirlər qüvvət. Tutaq ki, iki ifadənin hasili verilib. Məsələn, A üstü n vurulsun A üstü n. Əgər 2 eyni əsasa malik olan ifadəni bir-birinə vururuqsa, bu zaman əsasın biri qalır, üstlər isə toplanır. Yəni A üstündə n plus m. Daha burada vurmadı deyə bunlar bir-birinə vurulmur. Məsələn, 5 üstü 4 vur 5 üstü 2-dirsə, olur 5 üstü 8 yox 6. Üstlər toplanılır. Əgər əsaslar eynidirsə və aralarında bölmədirsə, bu zaman üstlər bölünmür, çıxılır. Məsələn, 5 üstü 4-ü 5 üstü 3-ə bölürəmsə, üstlər çıxılır, eləyir 5 üstü 1. Bir də daha yazılmır. Bu üstü qüvvəti necə hesablayırlar? Məsələn, 5 üstü 3 necə hesablanır? Bu o deməkdir ki, 5 əsasını 3 dəfə öz-özünə vur. Yəni 5-i 3-ə vurmuruq ha. 5-i 3 dəfə vururuq. Eləyir 125. Daha sonra biz baxaq görək ki, bizdə ifadə nə vaxt tam cəbri olur, nə vaxt olmur. Əgər tutaq ki, əvvəlcə baxaq 5a kvadratı b. Əgər ifadələrin hamısının arasında vurma varsa, yəni hamısı bir-birinə bitişik formadadırsa, buna deyirlər bir hədli. Əgər ifadələrin arasında tutaq ki, 5a kvadrat plus 4b kvadrat plus 7 aralarında üstə gəlmə və yaxud da olsun tutaq ki, çıxma varsa, bu olur çox hədli. Burada hərflərə deyirlər hədlər, AB hədləri. Hərflərin qarşısında duran rəqəmlərə deyirlər əmsal. Əmsal. Burada dərəcəni necə tapırlar? Əgər bu ifadə bir hədlidirsə, bu zaman dərəcəni tapanda sadəcə üstləri toplayırıq. A-nın üstündə 2, B-nin üstündə 1 var. Deməli, bunun dərəcəsi olacaq 3. Amma çox hədlidə isə bu belə deyil. Tutaq ki, 5a kvadratı 5, bir də 4b kvadratı yanında da tutaq ki, bir dənə c də var. A kvadratında yanında tutaq ki, d üstü 4 var məsələn. Burada nə edirlər? Birinci A kvadratı D üstü 4-ə baxırlar bir hədli kimi, bunun dərəcəsi eləyir 6. Sonra B kvadratı C-yə baxırlar bir hədli kimi, üstü 2, 1 eləyir 3. 7-nin yanında hədd yoxdur. Bu ifadə çox hədli olduğuna görə dərəcə olaraq üstləri toplayandan sonra ən böyüyü götürürük. Əgər hər hansısa bir rəqəmin yanında hərf yoxdursa, yəni bu boş rəqəmdirsə, buna sərbəst, əmsal və yaxud da sərbəst hədd deyirlər. Tutaq ki, iki ifadənin vurması və bölməsi zamanı əsaslar eyni deyil. Məsələn, 22 üstü 4, 8 üstü 4 bölünsün. 121-in kvadratı vurulsun. 2 üstü, məsələn, 10 olsun. Aha. Demək, nə edirik? Bunları hamısını eyni əsasa gətirəcək dərəcədə həll eləməliyik. Necə? 22-ni yazaram, sayda vuruqlara 2 vur 11. 22-nin üstündə 4 var deyə bu 2 ilə 11-in də üstündə 4 yazıram. 8-i yazaram, 2 vur 2 vur 2. Üstlərində 4, 4, 4. Daha sonra 121-i yazaram 11 vur 11. Üstlərində kvadrat. 2 üstü 10 da yerində. Üzr istəyirəm, burada düz yazmışam 2. İndi baxırsınız diqqətlə. 11-in üstündə burada 4 var. Düzdürmü? Burada 11 üstü 2 ilə 11 üstü 2 eləyir 11 üstü 4. Bunlar islah oldu. İndi baxıram yuxarıya. 2 üstü 4, 4, 4, 4 elədi 2 üstü 16. Aşağıda da 2 üstü 10 var. İndi əsaslar eynidir və bölmədir. Bu zaman üstlər çıxılır, edir 2 üstü 6. Bu da cavabı eləyir 64. İndi baxaq ki, bayaqlar qeyd etdik. İfadə nə vaxt tam cəbri ifadə olur? Bir hədliyə baxdıq, çox hədliyə baxdıq. Yadımızda saxlayırıq. Əgər ifadədə, tutaq ki, məsələn, 5a böl x. Məxrəcdə hərf varsa, deməli, bu tam cəbri ifadə deyil, çox hədli deyil, bir hədli deyil. Bir də, məsələn, 5a b kvadratı plus 7a b üstü mənfi 1. Əgər qüvvətdə mənfi varsa, bu da tam cəbri ifadə deyil. Yəni, bir hədli deyil və çox hədli deyil. Bəs tam cəbri ifadələr, yəni çox hədlilər nə vaxt standart şəkildə olur? Diqqətlə baxaq. Məsələn, belə bir ifadə verilib. 5a kvadratı üstə gəl 5a üstə gəl 3. Və yaxud da belə bir şey verib. 5a üstü 4 b üstü 3 üstə gəl 7 a üstü 2 b üstü 2 çıx 4 a üstü 4 b üstü 4. Bu standart şəkildədir. Çünki dərəcə böyükdən kiçiyə doğru gedib. Ən böyük 2 gəlib, sonra kiçik gəlib. Amma bu standart şəkildə deyil. Niyə görə? Çünki bunun dərəcəsi, bax, bura baxanda görürəm ki 8-dir. Bura baxanda görürəm ki 4-dür. Bura baxanda görürəm ki 7-dir. Birinci ortada olan gəlib, sonra kiçik gəlib, sonra böyük gəlib, standart deyil. Ən birinci başda böyük gəlməli. Yəni 8, 7, sonra 4 gəlməli idi. İndi baxaq bir hədlinin bir hədliyə vurulma qaydasına. Məsələn, 5a üstü 4 x üstü 2 vurulsun 5-də 1
Olsun 25'də 1, a üstü 3, x üstü 7. Necə vururlar? Birinci ədədlə ədədi vururlar. 5 ilə 25 ixtisar gedir, qalır 5'də 1. A üstü 4'ü a üstü 3'e vururlar, eləyir a üstü 7. X üstü 2'ni x üstü 7'ye vururlar, eləyir x üstü 9. İndi baxaq ki, bir hədlini çox hədliyə necə vururlar. 5x kvadratı y vurulsun 2xy minus 3xy kvadratı. Birincini birinciyə vururlar. Olur 10, x üstü 3, y üstü 2. Sonra çıxma. 5'i vururuq 3'ə 15. X üstü 2 bu da 1 oldu 3. Y üstü 1, 2 oldu 3. İndi baxaq çoxhədlinin çoxhədliyə vurulmasına. 5x çıx 4y vurulsun 3y çıxılsın 2x. Necə vururlar? Birinci ilə birincini. Olur 15xy. Birinci ilə ikincini. Mənfi var. Mənfi 10x kvadratı. Sonra ikincini birinci ilə vururam. Mənfi müsbət oldu. Mənfi 12 y-in kvadratı. Sonra ikinci ilə ikincini. Mənfi mənfi olacaq. Müsbət 8xy. Burada oxşar hədlərin islahı var. Bu nə deməkdir? Baxın, mənfi 10x'in kvadratından bir dənədir. 12y-in kvadratından bir dənədir. Amma 15xy, burada da müsbət 8xy var. İkisinin də hədləri eyni olduğuna görə toplanır, 23xy yazılır. Yanında oxşar hədləri olan ifadələri sadələşdirib bir yerə qruplaşdırdıqda buna oxşar hədlərin islahı deyilir. Və bir də unutmayacağımız bir şey var ki, tutaq ki 5x çıx x plus 1'dirsə, mötərizənin qabağında mənfi varsa, bu içərinin işarəsinin dəyişməsidir. 5x çıx, bu müsbət idi, oldu mənfi x, müsbətdir, oldu mənfi 1. 5x-dan x-i çıxdım, oldu 4x çıx 1 formasında. İndi baxaq bəzi qüvvətlərin araşdırılmasına. Məsələn, ifadənin üstündə əgər 0 varsa, bunun cavabı mütləq ki 1 verəcək. Tutaq ki, ifadənin üstündə mənfi qüvvət var. Bu zaman nə baş verir? Əsasda duran ədəd tərsinə çevrilir, olur 5'də 1. Üstündəki mənfi 2 qüvvəti olur 2. Yəni 5'də 1'in kvadratı olur 25'də 1. Bir başqa nümunəyə baxaq. Məsələn, mənfi 2'də 3 üstü mənfi 4. Birinci əsasa baxıram. Qüvvət mənfi olduğuna görə əsas tərsinə çevrilir. Olur mənfi 3'də 2. Üstü müsbət 4. Daha sonra üstə baxıram. Əgər üstdəki ədəd cütdürsə, bu mənfi yoxa çıxır. Olur 3'də 2 üstü müsbət 4. Əgər üstü tək olsaydı, mənfi olduğu kimi qalardı. Tutaq ki, bizə belə bir misal verilib. 2'də 1, mənfi 2'də 1, x üstü 4, y üstü 2'nin kvadratı vurulsun. Mənfi, məsələn, mənfi olmasın, olsun. 2'də, məsələn, gəlin 4 eləyək. 4, x-in kvadratı y üstü kub. Birinci baxaq bu mötərizəyə. Mənfinin dərəcəsi cüt olduğuna görə bu müsbət 2'də 1'in kvadratı olacaq 4'də 1. X-in üstü 4'dür, 2'yə vururam 8. Y-in üstü 2'dir, 2'yə vururam 4. 4'ün kubu olur 64. X üstü 2'ni 3'ə vururam 6. Y üstü 1'dir, 3'ə vururam olur 3. 4 ilə 64 ixtisar gedir, qalır 16. X üstü 6 ilə 8 eləyir 14. Y-in üstü də 4 ilə 3 eləyir 7. Tutaq ki, sizə sual verə bilər ki, ifadənin dərəcəsi əmsalından neçə dəfə böyükdür? Dərəcəni taparıq ki, 14 ilə 7 eləyir 21, əmsalı da 16. 21'i bölərik 16'ya. Bir də çoxhədlinin ən kiçik qiymətinin tapılma düsturu var ki, m bərabərdir, mənfi b böl 2 a şəklində olur. Bu məsələn nə deməkdir? Tutaq ki, bizə belə bir misal verilib. Y bərabərdir 2x'in kvadratı çıx 7x plus 3. Bunu diskriminant dərsində öyrənmişdik ki, x'in kvadratının əmsalı a-nı göstərir, x'in əmsalındakı mənfi 7 b-ni göstərir, sərbəst olan isə c-ni göstərir. Demək, bu ifadənin ən kiçik qiymətini tapmaq üçün mənfi, b-nin yerinə qoyuram mənfi 7 böl 2 vur a-nın da yerinə 2. Bu mənfilər toqquşur, cavab 7 böl 4 eləyir. O da 1,75 eləyir.